Okuyalım Kur'an'ı, ismi olan Allah'ın kıymetini bilek biz. Uca Kerim Allah'ım. Okuyalım Kur'an'ı, ismi olan Allah'ın kıymetini bilek biz. Uca Kerim Allah'ım. Allah'ımın adıdır illallah, o Rabbimin adıdır illallah. Ağzımızın tadıdır illallah, mühründe basılıdır illallah. Sancağında nasılıdır illallah. Daim durma zikreyle, iman ile gir kabre. Herkes cevap verecek, münkire ve nekire. Daim durma zikreyle, iman ile gir kabre. Herkes cevap verecek, münkire ve nekire. Daim durma zikreyle, iman ile gir kabre. Herkes cevap verecek, münkire ve nekire. Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah. Çox dəyərli Minbər TV izləyənlər, Uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun. Artıq Ramazanın sonlarına doğru yaxınlaşırıq. Ramazan ömrümüzdən çox tez keçib getməkdədir. Bu Ramazan hər zaman xatırlatmağa çalışdığımız kimi biz ölümlü varlıqlarıq. Bəlkə də həyatımızın sonuncu Ramazanı idi. Bu sona doğru yaxınlaşdığımız bu vaxtda ötüb biraz arxaya baxmaq lazımdır. Görək, mən bu Ramazandan Rəbbimin istədiyi şəkildə istifadə edə bildimmi, yoxsa Ramazanı boş mu keçirdim? Allahın rızasını qazanaraq mı keçirdim, yoxsa Allahın narazı olduğu olacağı şəkildə mi Ramazandan istifadə elədim deyə özümüzə sual etməyimiz lazımdır. İnsanlarımızın əksəriyyəti etdiyi ibadətlərdə dünyəvi mənfəətlər, güdürlər bəzən ola bilir. İnsanlar ümumilikdə oruç tutur, bəziləri niyə oruç tutduğunu bilmir. Oruç tutur, orucun kimin əmr etdiyini, nəyə görə əmr etdiyini bilmir. Namaz qılır və ya qıldığı namazın kimə xas olunduğunu, kimə xas bir ibadət olduğunu, necə olarsa daha gözəl şəkildə qıla bilər namazını, bunlar haqqında düşünmədən ibadətlər edilə bilir. Bəzən dualar edilə bilir, bəzən Allahı haqqı ilə tanımamaq ibadətlərimizi, Allah qorusun, boşa çıxara bilər. Ona görə hər bir insanın, hər bir möminin, hər bir müsəlmanın üzərinə düşən vəzifə ilk öncə namaz qılmaq, ilk öncə oruç tutmaq, ilk öncə sədəqə vermək, zəkat vermək, həccə getmək və s. və ilaxir işləri yerinə yetirmək ilk əmrlər deyildir. İlk əmr Allahı tanıya bilmək, mərifətullahdır. Allahı bilməkdir. Allahı bir insan, bir qul necə bilə bilər? Əlbəttə ki, bunun iki şəkildə edə bilər. Bir, əqli dəlillər ilə. Əqli dəlillər nələrdir? Ətrafda baş verən hadisələr, insanın özü, insanın quruluşu, insana verilən nemətlər, insanın daxili orqanları və ya xarici
orqanları, zahirdə gördüyümüz orqanlar və insanın yeməsi, içməsi, ruzi əldə etməsi, ümumilikdə dünyaya gəlməsi, nəfəs ala bilməsi, bunların hamısının bir ilah tərəfindən idarə olunduğunu başa düşməsi, Allahı bir olaraq qəbul eləməsi əqli dəlillərə əsaslanaraq ola bilər. Ancaq digər bir dəlil növü də Allahu Taalanı tanıma baxımından, Allahı bilmə baxımından digər bir dəlil növü də nəqli dəlillərdir ki, bunların da ən başlıcası Quran-ı Kərimdir. Quran-ı Kərim çox vaxt ifadə elədiyimiz kimi Ramazan ayı Quran ayıdır. Quran-ı Kərimi amma əksəriyyətimiz ya heç oxumuruq, ya oxuduğumuz ayətlərin məalını açıb baxmırıq və ya məalına baxdıqsa da o məalın üstündə biraz durub təfəkkür etmədən kitabı bağlayıb bir kənara qoyuruq və işimizin tam olduğunu hesab edirik. Əfsuslar olsun ki, bu şəkildə etmək doğru deyil, ancaq biz edirik bəzən. Bir qul, bir müsəlman, bir mömin Allahı tanımadan namaz qılmağı, Allahı tanımadan oruç tutmağı, Allahı tanımadan həccə getməyi, zəkat verməyi və s. digər əməlləri yerinə yetirməsi onun üçün sadəcə bir əziyyət olaraq qəbul olunacaqdır insan nəzdində. Ancaq bunun təməlindəki, bu işlərin təməlindəki lazımlı bünövrə, lazımlı məsələ Allahı bilə bilməkdir. Dedik ki, Allahı bilmək üçün Quran-ı Kərim ayələri üzərində təfəkkür edərək Quranı oxumaq lazımdır. Buna bir nümunə olaraq Quran-ı Kərimin Əl-Ən'am surəsinin bir neçə ayəsini sizlə bölüşmək istəyirəm Allahın izni ilə. Ən'am surəsi ümumilikdə 165 ayədən ibarətdir. Məkkədə nazil olmuşdur. Bismillahirrahmanirrahim. Rahman və Rəhim olan Allahın adı ilə. Burada Allahu Taala'nın iki ismi şərifi var. Biri Ər-Rahman ismi şərifidir. Ər-Rahman o deməkdir ki, bu dünyada, bu dünya həyatında, bu hal-hazırki yaşadığımız dünya həyatında Allahı tanıyanı da, tanımayanı da, görəni də, görməzdən ayələrinə yəni fikir verəni də, görməzdən gələni də, təkzib eləyəni də, hamısına mərhəmətlə yanaşan Allahın ismi şərifidir. Ancaq Ər-Rahim ismi şərifi deyir ki, Bismillahirrahmanirrahim. Ər-Rahim ismi şərifi isə axirətdə bu dünya həyatında kim ki Allahın əmrləri çərçivəsində həyat sürmüşdür, Allahın qadağan etdiyi şeylərdən çəkinib, əmr etdiyi şeylərə yönəlmişdirsə, Allahın mərhəməti qiyamətdə sadəcə onlara xas, onlara aid olacaqdır. Elhamdülillahillezî xalaqas-semâvâti vel-arda və ceale'z-zulumâti ven-nur. Həmd göyləri və yeri yaradan, zülmətləri və nuru xəlq edən Allaha məxsusdur. Həmd ən üstün şükür versiyasıdır deyə bilərik. Allaha məxsus olan ən uca şükür növüdür həmd. Həmd sadəcə Allaha məxsusdur. Surə-i Şərifdə buyurulduğu kimi Elhamdu həmd lillahi, Allaha xasdır, Allaha məxsusdur. Lillahillezî, o Allaha ki xalaqas-semâvâti, göyləri yaratmışdır. Vel-arda, və yeri yaratmışdır. Baxın, göylər cəm halda, yer tək haldadır. Və ceale'z-zulumâti ven-nur, və zülmətləri cəm halda qeyd olunur, zülmətləri yaratmışdır və nuru yaratmışdır. Baxın, günümüzdə zülmətlər çoxdur. Ancaq nur bir dənədir. Ümumiyyətlə, Adəm əleyhissalamın dövründən günümüzə qədər və qiyamətə qədər də zülmətlər hər zaman çox olacaqdır. Nur sadəcə və sadəcə bir dənədir, əziz insanlar. Zülmətlər
bizim ağlımıza gələ biləcək bütün bataqlıqlar, Allahın əmrləri çərçivəsinin xaricində bütün bataqlıqlar insana ziyan verən, insanın qulluq həyatına ziyan verən, insanın ətrafına ziyan verən, cəmiyyətə ziyan verən, cəmiyyəti bir bataqlıq halına gətirən nə varsa, Allahın haram buyurduğu şeylərin hər biri bir-bir zülmətlərdir. Və deyir ki, Allah göyləri və yeri və zülmətləri və nuru yaratmışdır. Zülmətlər çoxdur. Allah Teala bu Ramazanda zülmətlərdən çıxaraq nura yönələ bilməyi hər birimizə nəsib eləsin inşallah. Thumməl-ləzīnə kəfəru bi rabbihim ya'dilun. Bu qədər dəlildən sonra kafirlər yenə də bütləri Rəblərinə tay tutdular. Kafir kəlməsi bir həqiqətin üstünü örtən insana kafir deyilir. Ortada bir həqiqət var. Allahın varlığı ayan-bəyan bir həqiqətdir. Onu görməzdən gələrək, onun üstünü örtərək, o həqiqəti danmağa çalışaraq, həqiqəti itibata salmaq istəyərəkdən yaşayan insanlara kafir deyilir. Deyir ki, bu qədər dəlillərdən sonra kafirlər, bunların hər biri bir dəlildir əlbəttə ki, yenə də bütləri Rəbbinə tay tutdular. Burada bizim büt deyiləndə ağlımıza ancaq taxtadan yonulmuş hər hansısa bir büt və ya palçıqdan, gildən düzəldilmiş müəyyən fiqur ağlımıza gələ bilir bəzən. Ancaq bu ayəyə ümumilikdə baxanda Allahımız buyurur ki, Rəbbimiz buyurur ki, şükür Allaha məxsusdur, həmd Allaha məxsusdur. Ancaq bu Rəbbilərinə deyir, bütlərini tay tutdular. Yəni öz həmdlərini öz bütlərinə eləməyə başladılar. Büt insanın öz həyat şəraitinin içərisində, həyatı daxilində Allahdan başqa bir varlığın daha üst mərtəbəyə qoyulmasına deyilir. Məsələn, bəzən insanın bütü pul ola bilər, bəzən insanın bütü maşın ola bilər, bəzən insanın bütü evi ola bilər, bəzən insanın bütü övladı ola bilər. Allahdan daha üstün mərtəbəyə qoyulan nə varsa, hər biri bir-bir bütdür, əziz insanlar. Sizi palçıqdan yaradıb, huvəl-ləzi xalaqakum min dinin thumma qada əcələ və əcəlun musəmmən indəhu thumma antum təmtərun. Sizi palçıqdan yaradıb, sonra ölüm vaxtını təyin edən də odur. Biz palçıqdan yaradılmış insanlarıq. İstər Adəm əleyhissalamı qəsd olunaraq bu ortaya atılsın, söylənilsin. İstər biz qidalandığımız nələr varsa, o qidalandığımız şeylər bədənimizdə müəyyən hissələrdə yer almaqdadır. Elə deyilmi? Məsələn, bir ağacın meyvəsini yeyirik, ağac palçıqdan, torpaqdan qidalanır, meyvəsinə o qidalar çatır, meyvə yetişir və biz onu yeyirik, bir qismi bizim bədənimizdə müəyyən yer tutur və Allah Teala da sadəcə bizi yaratmaqla kifayətlənməyib, yaradıb, eyni zamanda yaratmağa davam edir. Biz günü-gündən bədənimizdə müəyyən yaş ötdükcə dəyişikliklər baş verir. Biz hər dəqiqə, hər saniyə, hər an qəlbimiz döyünür, nəfəs alırıq. Nə yaxşı ki, bütün bu təsərrüflar Allahın əlindədir. Əgər ciyərimizə lazım olan oksigen hər hansısa bir başqa insanın əlində olsaydı, vay bizim halımıza olardı. Çünki biz nə qədər işləməli idik ki, nə qədər çalışmalı idik ki, oksigenimizi tədarük edə bilək, oksigen ehtiyatı qazana bilək, oksigenimiz bitməsin. Və ya bövrəyimiz başqa bir Rəbb tərəfindən idarə olunsaydı, başqa bir insan tərəfindən, məxluq tərəfindən məsələn idarə olunası olsaydı, ona görə nə qədər minnət eləməli idik, nə qədər pul verməli idik ki, o bövrək öz funksiyasını yerinə yetirsin
və ya börəyimiz heç olmamağını təsəvvür belə eləmək mümkün deyil, əziz insanlar. Allahın bizə vermiş olduğu nemətləri biz idrak etdikdə Allahı tanımış oluruq. Bir insan gətirib bizə müəyyən miqdar pul versə, biz o pulu daha əhəmiyyətli görərik, yoxsa pulu verəni daha əhəmiyyətli görərik? Əlbəttə ki, pulu verən bizim üçün əhəmiyyətli olar, diqqət mərkəzimizdə olar. Çalışarıq ki, ona təşəkkür eləyək. Amma günümüzdə bu məntiqlə Allahın bizə vermiş olduğu nemətləri, yəni o dediyimiz insanın gətirdiyi pula təşəkkür eləməkcəsinə bir insan gətirib bizə bir miqdar pul versə, bizə kömək elədiyini söyləsə, biz pula təşəkkür edərik, onun verdiyi pula təşəkkür edərik, yoxsa o pulu verənə təşəkkür edərik. Əlbəttə ki, normal, məntiqli, ağıl sahibi bir insan pulu verən adama təşəkkür eləyər. Elə deyilmi? Ancaq günümüzdə buna bir misal olaraq Allahın bizə vermiş olduğu nemətləri biz Allahın, Allah qorusun, haşa, bəzən insanlar Allah yerinə qoyurlar. Sanki o bütləşdirdikləri, o dünya nemətləri öz-özlüyündən olmuşdur kimi, belə olması lazımmışdır kimi yaşayırlar. Allaha nankorcasına bir həyat sürmüş olurlar. Buyurur ki, ayət-i kərimədə, sizi palçıqdan yaradıb, sonra ölüm vaxtını təyin edən də odur. Bizi yaradan, yaşadan və öldürən Allahu Teala'dır. Və öldükdən sonra yenidən dirildib hesaba çəkəcək olan yenə də Allahımızdır. Onun dərgahında müəyyənləşdirilmiş bir vaxt, qiyamət gününün vaxtı da vardır. Sonra siz yenə şübhə edirsiniz. Ətrafa baxanda bütün dünya bizə varlığının başlanğıcı və sonu olan məxluqat sərgiləməkdədir. Bugün var olan bir gün yox idi və məxluqlardan söhbət gedir və bilirik ki, onun sonu var. Bugün bu qarşımızdakı bu masa bir gün yox idi, bugün var, amma vaxt gələcək olmayacaq, əbədi deyil. Bu dünya fani dünyadır. Biz fani gözlə baxaraq, faniyə baxaraq bu faniliklərin niyə görə fani olduğunu idrak etməyimiz lazımdır. Bir gün mən məsciddə çalışıram, bir qardaşımız gəldi, mənə xərçəng xəstəliyindən əziyyət çəkdiyini söylədi. Mən çox üzüldüm onun bu xəstəliyinə. Allah şəfa versin. Hələ ki, həmd olsun, həyatdadır. Mənə dedi ki, mən evdə özümü çox pis hiss edirəm. Övladlarımla çox soyuq davranmağa başlamışam son zamanlarda. Səbəbini soruşdum. Dedi ki, mən bir gün öləcəm. İstəyirəm ki, mənim ölümümə çox üzülməsinlər, kədərlənməsinlər. Ona görə indidən yavaş-yavaş onları özümdən soyutmaq istəyirəm. Buna görə pis davranıram onlarla. Baxın, bu dünyanın bizim başımıza açdığı oyunlara nə qədər bənzərliyi var. Əstəğfurullah. Əlbəttə ki, dünya həyatının içərisində Allahın başımıza gətirdiyi müsibətlər, Allahın bizə təqdir etdiyi müsibət hallarından əlavə insanların bəzən nankorluğu, insanların bəzən saxtakarlığı, ikiyüzlülüyü və s. və ilaxır qeybətləri və s. və ilaxır məsələlər qəlbimizi çox sıxır. Bu dünya ümumiyyətlə insanı çox sıxır. Bu dünyada insan sanki bir qürbətdədir. Bu dünyada insan bu qədər faniliyin içərisində bu dünyaya daha az bağlanması üçün sanki uğraşdırılmışdır. Bu Allahın təqdiridir. Bu Allah-u Teala biz bu dünyaya çox bağlanmamağımızdan ötəri, bu dünyanı Allahdan daha üstün bir yerə həyatımızda qoymamağımızdan ötəri Allah dünyanın gerçək yüzünü, pis üzünü həyatımızın hər nöqtəsində bizə göstərməkdədir, söyləməkdədir sanki. Üçüncü ayət-i kərimədə وَهُوَاللّٰهُ فِي السَّمَاوَاتِ وَفِي الْأَرْضِ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ.
Bir insan bu ayətləri oxuya bilər. Daha sonra deyər ki, Allah məni yaradıbdır və məndən bir qulluq vəzifəsi istəyib. Məndən məsələn halalları, haramlara diqqət eləməyimi istəyib. Mən o işləri görsəm və ya görməsəm, görəsən, yəqin ki, insan bəzən elə düşünür, haşəlləh, Allahın xəbəri olmaz, mən istədiyimi eləyim. Allahın qüdrəti, qüvvəti başa düşülmədikdə insan elə bilir ki, Allah ona nəzarət eləyə bilmir. Bu ayətdə buyurur ki, göylərdə və yerdə tək ilah olan o Allahdır. Ondan başqa heç bir ilah yoxdur. O gizlətdiyinizi də, aşkar etdiyinizi də bilir. O sizin qazandığınızı da bilir. Allahdan heç nəyi gizlətmək mümkün deyil, əziz insanlar. 4-cü ayət-i kərimədə buyurulur ki, وَمَا تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ. Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlar üz çevirməsinlər. Baxın, üz çevirmək çox qorxunc bir məsələdir. Allahımızın ayətlərini əksəriyyətimiz bilirik. Məsələn, insanımız bilir ki, qumar haramdır. Məsələn, insanımız bilir ki, hicab fərzdir qadın xaylağına. Məsələn, insanımız bilir ki, içki içmək, zina etmək haramdır. Deyir ki, ayət-i kərimədə, onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlar üz çevirməsinlər. Görməməyə çalışmaq var bu işin içərisində. Allah içkinin haram olduğunu buyurub, qeybətin haram olduğunu buyurub, amma sən görməməyə çalışırsan. Və Allah qorusun, başqa bir ayətdə Allahımız buyurur ki, Qalə Rabbi limə haşərtəni a'mə. Qiyamət günü bəzi insanlar deyəcəklər ki, ya Rabbi, bizi niyə kör olaraq həşr eləyirsən? Bizi məhşər meydanında niyə körük biz, ya Rabbi? Sual verildikdə, və qad kuntu basira, biz görürdük axı, dünyada bizim gözlərimiz görürdü. Niyə burada gözümüz görmür? Və Allahımız onlara buyuracaq ki, Rəbbimiz onlara buyuracaq ki, siz mənim ayələrimi görməzdən gəldiniz. Dolayısıyla məni görməzdən gəldiniz. Mənim göndərdiyim dini, mənim peyğəmbərimi, mənim ayətlərimi görməzdən gəldiniz. 5-ci ayətdə Rəbbimiz belə buyurur. Fəqad kəzzəbu bil haqqi ləmmə cəəhum fəsəvfə yətihim ənbəu mə kənu bihi yəstəhziun. Onlara haqq gəldiyi vaxt onu yalan saydılar. Ancaq məsxəriyə qoyanların xəbərləri tezliklə onlara gələcəkdir. Baxın, ayətləri bəzən insanlar yalanlayırlar. Bu yalanlamaqlarını əsaslandırmaq üçün, qınanmamaq üçün bəzən məsxəriyə qoymağa çalışırlar. Mən biraz riyaziyyat bilgisinə sahib hiss eləyirəm özümü. Qarşımızda 2 dənə yol var. 2 yoldan biri Allaha gedən yoldur. Allahın dediyi kimi həyat sürməkdir. Digər yolda Allahı görməzdən gəlmək, Allahı inkar etmək, Allah yoxmuş kimi həyat sürməkdir. İnsanımızın əfsuslar olsun ki, əksəriyyəti belə düşünürlər ki, Allah məni yaradıb, Allah məni yaratdıqdan sonra Allahın vəzifəsi başa çatmışdır. Allah məni yaratmağına baxmayaraq, mənim yaşantıma heç bir qadağa, heç bir əmr qoya bilməz. Mən özüm bilərəm necə yaşayaramsa. Bunu demək Allahı təkzib eləmək, Allahı inkar eləməkdir. Allah-u Teala sadəcə bizi yaratmayıb. Eyni zamanda yaşantımıza da müdaxilə edir. Necə ki, bir valideyn övlad dünyaya gətirir. Sonra onun vəzifəsi bitirmi? Mən dünyaya gətirdim, daha onun heç bir işinə qarışmaram. Belə deyirmi valideyn? Xeyr. Həmçinin Allah-u Teala da bu dünyada insanları yaradıb və yaşantısına da hökmlər, əhkamlar qoyması lazımdır və Allahın hökmləri
daxilində insanlar öz həyatlarını sürmələri onlar üçün, həm bu dünyaları üçün, həm axirətləri üçün daha gözəldir, daha əlzəmdir. Riyaziyyat bilən insanlar var yəqin ki aramızda. Birin üstünə bir gəldikdə, məsələn, insan bu dünyada doğulubdur, bir maşın aldı bir gün. Bu birdir. Daha sonra bir ev aldı, birinin üstünə bir gəldin, elədi 2. Daha sonra övladın oldu, elədi 3 və 10, 15, 20 həyatda hər əlində olan şeyi bir ilə ifadə eləsən, bunlar üst-üstə gəldin, elədi rəqəm 15 məsələn. Üst-üstə gəldin, elədi 15. İnsanımızın bəzisinin gözündə axirət bir bitişdir, heç bir şeydir yəni. Qəbrə qoyuldu, ondan sonra qəbirdən bitir deyirlər bəzi insanlarımız. Allah qorusun elə düşüncədən. O bu şəkildə ifadə olunur. 0, heç bir şeylə. Yəni 15-i vurdun 0-a, elədi 0. Ancaq müsəlman bir şəxs bir Allah rızası üçün getdi, çalışdı, bir maşın aldı. Allah rızası üçün halalından çalışdı. O maşınla pis yerlərə də getməməyi, ancaq xeyir işlərə həmin maşını sürməyi, xeyir iş arxasıca getməyi niyyət elədi. Bu oldu 1. Daha sonra ailə qurdu. Allahın adının zikr olunması üçün, Allahın əmrləri doğrultusunda bir həyat sürmək üçün bir ailə qurdu. Digər birin üstünə yenə gəldik bu biri. Həmçinin digər işlərinin hər birində Allahın rızasının təməldə umaraq, Allah razıdır, yoxsa narazı olar görəsən bu işimdən, düşünərəkdən işini gördü insan. Və o da gəldi, qazandı 10 dənə. Baxın, digəri axirətə inanmayan 15 dənə qazanmışdı, bu 10 dənə qazandı. Allaha inanan bir şəxs axirətində Allahının huzuruna getdiyinə inanır, bilir, onu təsdiqləyir. Allah neçə dənədir? 1 dənə. İstənilən bir rəqəmi 1-ə vurduqda elə həmin rəqəmin özü alınır. Yəni, insanın bu dünyada qazandığından heç bir şey əksilmir Allahı tanıdığı təqdirdə. Və Ramazan ayıdır. Ramazan ayı da artıq bir neçə günü qalıb Ramazan ayının. Həyatımızdan bir Ramazan gəlib keçmiş olacaq. Bu Ramazanda mən hər birinizi dəvət edirəm ki, Allahı haqqı ilə tanıya bilək, Allahı haqqı ilə təfəkkür eləyə bilək, Allahın kitabı haqqında düşünməyə çalışaq. Mən bayaqdan sadəcə Quran-ı Kərimin 114 surəsindən bir surənin 5 ayəsi haqqında sizinlə bərabər buradan təfəkkür eləməyə çalışdıq. Və Allahu Teala'nın 6236 ayəsi var. Bizi Qurandan uzaqlaşdırmaq istəyən, bizi Allahımızdan uzaqlaşdırmaq istəyən, bizi dinimizdən uzaqlaşdırmaq istəyən insanlara həyatımızda yer verməyək. Allahımızı gözəl şəkildə tanıyaq. Namaz qılan insan ilə, haqqı ilə, səmimi, ixlaslı bir şəkildə namaz qılan bir insan ilə heç namaz qılmayanın arasında bir fərq var. Biri Allahını tanıyır, o biri tanımır. Çünki Allahını tanıyarsa bir insan, o üzərinə düşən vəzifələri haqqı ilə icra eləməyə çalışacaq Allahın izni ilə. Mən çox dua edirəm ki, çox istərdim ki, cəmiyyətimiz, insanımız Allahı haqqı ilə tanıya bilsin. Allaha haqqı ilə qulluq edə bilsin. Allah hər birimizin etdiyimiz dualarımızı, tutduğumuz oruçlarımızı, namazlarımızı qəbul eləsin və Quran-ı Kərimdən bizi uzaq salmasın. Ramazan ayı Quran ayıdır. Əlbəttə ki, ərəbcə oxunuşunda da fayda var. Biz namazlarda oxuyuruq surələri. Öyrənilməsi çox faydalıdır, əhəmiyyətlidir. Ancaq üzərində təfəkkür etməyəcəyin bir kitabı evində nəyə saxlayırsan? Onu aç, bir tozunu sil. Azərbaycan dilində tərcüməsi var Quran-ı Kərimin. Təfsirlər var. Oradan bir maraq elə. Gör Rəbbimiz bizə nə deyir? Bizdən necə bir qulluq istəyir? Qulluq demişkən, ötənlərdə bir insanla ünsiyyətdə olduğum vaxt mənə dedi ki, siz namaz qılırsınız,
oruç tutursuz, Allah qəbul eləsin, mən də üstümə düşəni eləyirəm. Soruşdum ki, maraqlı gəldi mənə. Görəksən, bu qardaş nə eləyir? Bir təşviq olar mənə də. Dedi ki, mən də falanca ailə var, ora köməklik eləyirəm, yardım eləyirəm, sədəqə verirəm, əl tutmağa çalışıram, yaxşılıq eləyirəm. Ona mən söylədim ki, sən çox gözəl insansan. Ancaq Allahın səndən istədiyi sadəcə insani hərəkətlər, davranışlar deyil ki. Allaha qarşı eyni zamanda biz bir quluq. Allaha qarşı üstümüzə qulluq vəzifəsi düşür. Kiməsə aparıb bir bağlama vermək, yardım eləmək bizim insan olaraq üstümüzə düşən insaniyyət vəzifəmizdir. Ancaq Allaha qarşı biz bir quluq. Bizi yaradan Allahımıza qarşı qulluq adına həyatımızda nəyimiz var? Bu Ramazan günündə oturaq, dədələrimizin, babalarımızın dediyi kimi papağımızı qoyaq qabağımıza, ağır-ağır düşünək. Və bununla da, əzizlər, növbəti bir Ramazan söhbətləri verilişinin sonuna gəldik. Rəbbim ömrümüzə, ömrünüzə bərəkətlər ehsan eyləsin. Unutmayaq ki, ən böyük miras övladlarımıza, gələcək nəslə qoyub gedə biləcəyimiz ən böyük miras Allahı tanıtmaq, Allahı bildirmək, Allah haqqında məlumat verməkdir övladlarımıza, gələcək nəsillərə. Bugün sən 1000 manat pul qoyub, vəsiyyət eləyib bu dünyadan köçsən ki, mən öləndən sonra bir dana kəsin, o dananın ətini paylayın insanlara, o kimin qapısına, hansı ehtiyaclının qapısına aparsınlar o əti. Adamlar bir dəfə deyəcək ki, hə, Allah rəhmət eləsin. Ancaq siz imanına vəsilə olduğunuz övladlarınız olarsa, imanına vəsilə olduğunuz bir cəmiyyət olarsa, imanına vəsilə olduğunuz qohum əqrabanız olarsa, siz öldükdən sonra da xeyir bir cığır açan, o cığırdan nə qədər gedilərsə, ona da savab var buyurur Peyğəmbərimiz, onun əməl dəftərinə yazılacaqdır. Allah-u Teala bu şuurda, bu təfəkkürdə, bu fikirdə olmağı və qalmağı, sabit olmağı hər birimizə nəsib eyləsin. Allaha əmanət olasınız. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayy ale's-salah. Hayy ale's-salah. حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله